Salam, hər vaxtınız xeyir olsun. Bugün belə bir maraqlı sualın izahına baxacağıq. Sualın şərtində deyir ki, cədvələ əsasən müvafiq saat qurşaqlarına aid olan doğru fikirləri müəyyən edin. 6-cı saat qurşağı və 15-ci saat qurşağı haqqında məlumatlar qeyd olunmuşdur. Hansı məlumatlar doğru məlumat kimi götürüləcəksə, biz onu sualın cavabında qeyd edəcəyik. 6-cı saat qurşağında birinci fikir oxuyuram. Deyir, 3 yarım kürədə yerləşir və orta meridianı Sakit Okeanla kəsişmir. Təbii ki, biz bu sualın bu hissəsini həll eləmək üçün gərək 6-cı saat qurşağının orta meridianını tapaq. Orta meridianı tapmaq üçün saat qurşağı göstərilmiş ədədi 15-ə vurmaq kifayətdir. Yəni 6-nı 15-ə vururuq, eləyir 90 dərəcə. Təbii ki, şərq uzunluğu. Ona görə ki, 6-cı saat qurşağı özü şərq yarımkürəsində yerləşir. Gəlin görək bu məntəqə Sakit Okeanla kəsişirmi? Qeyd eləmişəm burada mavi rənglə çəkdiyim meridian 6-cı saat qurşağının orta meridianıdır. Yəni 90 dərəcə şərq uzunluğudur. Həmin meridian Şimal Buzlu Okean, Hind Okeanı suları ilə kəsişir, amma Sakit Okeanı suları ilə kəsişmir. Yəni fikrin bu hissəsi doğrudur. Bir də burada bizə deyir ki, 3 yarım kürədə yerləşir. Təbii ki, həmin bu 6-cı saat qurşağı şimal, cənub və şərq yarımkürəsi olmaqla 3 yarımkürədə yerləşir. Yəni bu fikir doğru fikirdir. Keçək 2-yə baxaq. Deyir, şərq yarımkürəsində yerləşir. Bəli, bu hissəsinə razıyıq. Qərb sərhədi ilə Bakı şəhəri arasında yerli vaxt fərqi 120 dəqiqədir. Baxaq. Biz həmin bu saat qurşağının qərb sərhədini tapmaq üçün onun orta meridianını tapmalıydıq. Orta meridianı 90-dır. Onun şərq tərəfi düşür 97,5 dərəcə şərq uzunluğuna. Qərb sərhədi düşür 82,5 dərəcə şərq uzunluğuna. Və bizə deyir ki, bunun qərb sərhədi ilə, yəni 82,5 şərq uzunluğu ilə Bakı şəhəri arasında 120 dəqiqə yerli vaxt fərqi var. Bakının yerləşdiyi coğrafi uzunluq 50 dərəcə şərq uzunluğudur. 82,5-dən çıxarıq 50-ni, eləyər 32,5 dərəcə. Və bunu dəqiqəyə çevirmək üçün 4-ə vurmaq lazımdır. Bu da eləyir 130 dəqiqə. 130 dəqiqə. Tapdıq ki, 6-cı saat qurşağının qərb sərhədi ilə Bakı şəhəri arasında 130 dəqiqə yerli vaxt fərqi var. Görək sualın şərtində bizə nə deyirdi? Deyir ki, 120 dəqiqə yerli vaxt fərqi var. Təbii ki, bu artıq səhv oldu. Yəni sualımızın cavabı kimi götürmədik. 3-ə baxaq. Orta meridianı ən uzun meridian hesab olunur. Ümumiyyətlə bu fikir bir mənalı qəbul edilməzdir. Ona görə ki, elə bir məlumat yoxdur ki, ən uzun meridian. Meridianların hər birinin uzunluğu bir-birinə bərabərdir. Ona görə 3-cü fikir də səhv fikirdir və sualın cavabı kimi götürülməz. Baxaq 15-ci saat qurşağı haqqında məlumatlara. Deyir ki, 3 yarım kürədə yerləşir. Bəli, 15-ci saat qurşağı 3 yarım kürəyə düşür. Çünki 0, 12 və 24-cü saat qurşaqları çıxmaq şərti ilə yerdə qalan digər saat qurşaqları 3 yarım kürədə yerləşir. Adlarını saydığım 0, 12 və 24-cü saat qurşaqları 4 yarım kürəyə düşür. Və deyir, 2 okeanla kəsişir. 15-ci saat qurşağının orta meridianını tapaq. Görək hansı dərəcəyə düşür. 24-dən çıxarıq 15-i və vurarıq 15-ə. Bərabərdir. 24-dən 15 çıxanda qalır 9. 9 15-ə vuranda 135 dərəcə qərb uzunluğu. Həmin o məntəqəni qeyd etmişəm. Burada qırmızı rənglə göstərmişəm. Və bu 15-ci saat qurşağı Şimal Buzlu Okeanla Sakit Okeanla kəsişir. Materiklərdən Şimal Amerika ilə və Antarktida ilə kəsişir. Yəni 2 okean 2 materiklə kəsişir. Görək bizə burada nə demişdi sualın şərtində, daha doğrusu variantda. Deyir, 3 yarım kürədə yerləşir və 2 okeanla kəsişir. Bəli, bu fikir doğru fikirdir. 3 yarım kürə şimal, cənub, qərb. 2 okean, Sakit Okean, Şimal Buzlu Okean. 5-ci fikrə baxıram. Orta meridianının keçdiyi materiklərin yalnız birində günəş zeniti olur. Biz 2 dənə materik qeyd etmişdik. Bunlardan biri Şimal Amerika idi, digəri Antarktida idi. Təbii ki, Antarktida materikində günəş zeniti olmaz. Amma Şimal Amerikada olar. Deməli, bu fikir doğru fikirdir. 5-də doğru fikirdir. 6-ya baxıram. Şərq və qərb sərhədləri arasındakı yerli vaxt fərqi 80 dəqiqədir. Ümumiyyətlə, hər hansı bir saat qurşağının şərqi və qərbi arasında biz yerli vaxt fərqini tapmaq üçün belə bir qaydadan istifadə etməliyik. Deməli, gəlin baxaq, görək ki, bu 15-ci saat qurşağının şərq və qərb sərhədi arasında dərəcə fərqi nə qədərdir? Onun üçün ilk növbədə orta meridian tapılmalıdır. Yazırıq 24 çıxılsın 15 və vurulsun 15-ə. Bu da eləyər neçə? 135 dərəcə qərb uzunluğu.
Bu meridian orta meridian hesab olunur. Bunun kənar meridianlarını tapaq. Biri eləyər 127 dərəcə, 127,5 dərəcə qərb uzunluğu, bir tərəf eləyər 142,5 dərəcə qərb uzunluğu. Buradan bura kimi 15 dərəcə fərq var. 15 dərəcə. 15 dərəcəni dəqiqəyə çevirmək üçün 4-ə vurmaq lazımdır. 4 vurulsun 15. Bu da eləyər neçə? 60 dəqiqə. Deməli, tapdıq ki, həmin bu 15-ci saat qurşağının şərq və qərb sərhədi arasında əslində 60 dəqiqə vaxt fərqi var. 80 dəqiqə deyil. Ona görə bu fikirdə səhvdir. Cavabımız oldu 1, 4, bir də 5. Yəni, Y variantı.